Elime bak. Maşın deməli bağlanır. Qalmışam çöldə. Açar da içərdə. Hər şeyim içərdə. Sultan içərdə. Bir düşdüm ki, arkadan penceremi götürün. Qaldım içərdə. Bu da Baykın düşünülmez bir addımıdır ki, böyle bir şey olur. Şimdi ben yardım çağırmalıyım. Açar içeride olarak maşın özünü kilitleyip. Ben nasıl tam var? Özümde bu vəziyyətdə qalmışam. Kimi dəstəyə çağırım bilmirəm. Bu ne iş akşam başımıza geldi sizin? Açılımlar, bu da Bayk. Sevimli maşınım. Her bir tərifliyim. Yani paltarı da qalıb, açar da içeride qalıb. Neyse. Kimlərə zəng eləmişim, Allah bilir. Yaxşı ki, sən zəng elədim. Gəlmişsən. Yine de menajerde yani. Yine vereceğim, sağ ol. Bir kere kim gelecek bu kapını açmağa? Ümit edirəm ki, sındırmazlar kapını. Dışarıda kaldı her şey. Yani Bayk belə bir adım attı. Fikirləşmə ki, tam evin açarı, qalmışam çöldə. Ne belə? Bilmirəm. İnşallah. Nasıl zəng edərəm? Gecen vakti kalmışız burada. Gözlüyoruz. Niye niyetiz? Yani açar yerine zəng gəlib. Dedilər ki, özümüz sındıracaq, yiyəcək, gözləyirəm. Gözlüyoruz. Sonra gecə mən burada küçədə qalmaq üçün yoxdur. Çünki evin açarı, hər şey buradadır.